Kərimov Şah Mərdan Zeynalabdin oğlu. Elhamdülillah da ki, babalarım da, nənələrim də, atam da, anam da dindar olubdular. Şükürlər də olsun Allahın izzəti cəlalına ki, İmam Hüseyn məktəbində böyümüş. Əli Əkbəri tanıyırdı. Eşitmisən haqda? Bəli. Nə baş verib? Əli Əkbərin müsibəti bir müsibətdir ki, Allah heç bir atıya yaşatmasın ki, onu İmam Hüseyn yaşadı. Bir oğlun ki, cənazəsi parə-parə ola, ata gedə onu öz əbasının arasında yığır. Bundan çətin bir müsibət yoxdur. Allah bu faciəni heç bir müsəlmana yaşatmasın. İmam Hüseyn müsibətin ən müsibətini görübdür. Ondan sonra da qardaş Əbəlfəz ağanı tanıyırsınız. Onun başına nə gəldi? Qeyrətinə qurban olum. İmam Hüseyn Əli Əkbərin cənazəsini gedib gətirəndə dedi, qardaş Əbəlfəz, bacı Zeynəb dizim sındı, dizimin qüvvəsi getdi. Əbəlfəz ağa şəhid olanda dedi, bacı Zeynəb daha belim qırıldı, beli sındı. Bir qardaşın qardaşı dünyadan gedəndə onun beli sınar. Bir qardaşın oğlu onun qabağında şəhadətə yetəndə o atanın dizi sınar. Allah heç bir atıya bu müsibəti, heç bir qardaşa bu müsibəti yaşatmasın ki, Əbəlfəz kimi də qardaş 35 il qardaşa qardaş deməyəsən, ağa deyəsən mən sənin nökərinəm. Amma bir şəhadətə yetən günü deyə ki, qardaş gəl başım üstə. Bu qardaş şəhadətə yetən o qardaş nə halə qalır? Allah İmam Hüseynin o müsibəti xatirinə heç bir qardaşa elə bir qardaş dağı düyünü göstərməsin. Bu müsibət dözülməzdir. Bu faciə dözülməzdir. Siz Məhərrəm aylarında aşiq olursunuz, yoxsa adi bu günlərdə? Mən elə dil açandan demişəm, ya Hüseyn. Allah da nəsib eləsin ki, mən elə ölənə qədər deyim, ya Hüseyn. Mən aşiq Hüseynəm, mən 2 yaşından məclislərdə böyümüşəm. Mənim hər zaman ürəyimdə, dilimdə, qəlbimdə, ruhumda Hüseynlə döyünüb. Allah məni Hüseyni qəlbimdən alan günü məni bu dünyadan aparsın, yaşatmasın. Allah məni bu dünyada, ali dərəcədə ağamın ziyarətin, mən bu dünyada ağamı görənmədim, amma Allah məni axirətdə ağamla məşhur eləsin. Düzdür, mən günahkaram ağamın qabağında, amma ağamı mən görməsəm Allahım, mən şikayət edərəm ki, mənə İmam Hüseynimi göstərmədim. Kaşı mən olaydım Kərbəlada, şəhid olaydım, bu gün bu sualları mənə verməyədilər. Mən İmam Hüseynin qabağında şəhid olardım, heç bu sözləri eşitməyəydim. Bəlkə müraciəti başqa cür edək. Bəlkə Allahdan imdad istəyəsən, deyəsən, ya Rəbbim, İmam Zaman ağanı yetir, o mənə göstərsin. Mən hər zaman demişəm, hər namazımda, hər duamda deyirəm ki, İlahi Pərverdigara, ağanın ədalətli dövrünü bizə nəsib elə ki, biz İmam Zamanın nənəsi xanım Fatimə Zəhranın intiqamını alan günü, atalarının, Əmir Əl-Muminin, İmam Həsənin, İmam Hüseynin, Səccad ağanın, İmam Məhəmməd Baqirin, İmam Cəfər Sadiqin, İmam Musa Kazımın, İmam Rızanın, İmam Məhəmməd Təqinin, İmam Əli Yənnəqinin atası İmam Həsgərinin intiqamının alması günü Allah bizə nəsib eləsin, Allah bizə ağanın əsgərlərindən qərar versin və zamanəmizdə bizi ağanın o zihurunun dövründə, o ədalətli dövründə yaşamağı Allah bizə nəsib eləsin. Mənim babalarımdan, atalarımdan həmişə belə duaları olardı ki, Allah biz dünyamızı dəyişib haqq dünyasına köçəndən də sonra Allah bizi dirilt, qəbrimizdən qaldır, bizi ağanın əsgərlərindən olaq, ağanın ədalətli dövrünü görək. Allah ağanın zihurunu təcili tez eləsin, bədənin səlamət eləsin, biz günahkarlardan da razı eləsin inşallah. Hacı, bir sual vermək istəyirəm, amma istəyirəm səmimi cavab verəsən. Buyur. Eşqdən ağlamısan, yoxsa eşqsiz ağlamısan? Yəni, məsələ bir burada nədir?
birdən bir kəs üçün darıxırsan, ağlayırsan. Buna eşq lazım deyil, artıq onu sevirsən. Bir də var ki, eşq eləyib bağlayasan, onu tanımağa, çalışa-çalışa başlayasan anlamağa. Ürək yanmasa, gözdən su çıxmaz. Eşq olmasa, sevgi yaranmaz. Rəbbi də eşqinə sevirsən, imamı da eşqinə sevirsən, övladı da eşqinə sevirsən. Əgər həyatda, üzr istəyirəm, sualımdan çıxıram haşiyədən qırağa, həyatda hansısa bir heyvana da məhəbbət eləyəndə onu eşq olmasa, elə belə nəyinsə xatirinə sevmirsən. Görsən bir adamın bir göyərçin saxlayar, ya bir nəsə başqa bir heyvansa, ona əl vurarsan, onu incidərsən, adamı öldürər. Sənin də imama eşqin olmasa, Allah bizi üzdə görsənən dindarlardan yox, səmimi qəlbinə, ruhan, vücudan, axan qanımızla Allah bizi İmam Hüseynin yolu ilə gedən aşiqlərindən qərar versin ki, biz günahı sevirəm, mən imamın xəstəsiyəm. Çünki mənim imamım insaniyyətin ən ali təbəqədə olan imamıdır. İnsaniyyətin, bəşəriyyətin ən üstün 5 dənə ali pəncəsi Peyğəmbər, Əli, Həsən, Hüseyn və Fatimədir. İnsaniyyətin ən ilk banisi bunlardır. İnsan deyəndə gərək biz bunlardan dərs alaq. Əmir Əlmamlı dedilər, üzr istəyirəm, adamın adamdan nə artıqdır, dedi onun adamlığı. İnsanın ki, insanlığı olmadı, riyada yox, gərək qəlbən, ruhan sevdiyi sevəsən. Yox, bunun nəyəsə görə mən namaz qılım, mənə desinlər ki, nə yaxşı oğlandır, nə yaxşı kişidir, namaz qılır. Mən Quran oxuyum, ya oruç tutum, mənə desinlər ki, bu nə gözəl dindardır, oruç tutur, namaz qılıyor. Mən Rəbbimə görə imamımı da sevirəmsə, Eynül yəqin, həqqil yəqin, imanən yəqin, Təvhid dinin əvvəlində necə yazıb yazar. İnsanın ki, gərək elmül yəqin, Allahı tanımaq istəyirsə, gərək onu elmi ilə, qəlbi ilə. Elmi tanır, gərək onu imanı ilə. İman olmasa, yalandan sevirəm, sevirəm deməklə olmaz. Qəlb yanmasa, bayaq dedim ki, gözdən yaş çıxmaz. Mən imamımı bu cür tanıyıram. Bayaq bir söz dediniz ki, eşq olmasa, gözdən yaş gəlməz. Belə bir söz dediniz. Dedim, qəlb yanmasa... Qəlb yanmasa, üzr istəyirəm. Qəlb yanmasa dediniz, Bəli. Gözdən yaş gəlməz. Bəli. Əlyasxanın adı gələndə qəlbin yanır. Yenə deyirəm də, vicdanı, qeyrəti olan, ata olan atanın 6 aylıq balasını gözünün qabağında oxlayalar. O ata ki, ona gözünün yaşı çıxmırsa, bu ata deyil. Gərək qəlbin 6 aylıq İmam Hüseyn demədi, demirəm ki, mənə su verin. Demirəm ki, məndən ədavətinizi kəsin. Mən deyirəm 6 aylıq balaya bir xortum su verin. Allah zalim qövmə lənət eləsin. Allah hər mələsinə də, Yezinə də, Şimrinə də, Maviyəsinə də, İbn Ziyadına da, Ömərinə də, hamısına Allah daima bədə qiyamətə qədər lənət eləsin ki, İmam Hüseyn bilirdi gedib ora şəhadətə yetəcək. Amma niyə bizə deyirlər İmam Kərbəla məktəbindən dərs al? Bir adam bilə-bilə o gücə, o qudrətə malik ola. Mədinədən çıxıb Məkkəyə gedəndə, Məkkədən, Bəsirədən belə çölləri dolana, hamı deyəndə ki, sən şəhadətə gedirsən, dedi, bilirəm. Şəhadət də olanda İmam Hüseyn dedi, İlaha rizandır qəzam. Qəzo və qədəri qəbul elədim məndən. Cənab Cəbrail şəfərin çəkdi ki, gün düşmə İmam Hüseynin nəşinin üstünə. Dedi, ey Cəbrail, ey əxi, çək mələkləri, aşiq ilə məşuqun arasına girmə, rizandır qəzan. Allah razı qaldım məndən. 6 aylıq baladan, oğlundan, ailəsindən, malından, mülkündən, canından keçdi ki, bugün İslam yaşasın. Bugün biz şiyələr yaşayaq, bəşər yaşasın. Danışmaq olmur. Həqiqətən bu riya deyil, bu mənim içimdən gəlməsə, qəlb yanmasa gözdən yaş çıxmaz. Son sualım, Buyur.
Verilişimizin adı İmam Hüseynlə danış. Sizcə siz danışdınız? Mənim o ləyaqətim, o cürətim yoxdur ki, imam məni qəbul eləyə, mən ondan danışa biləm. Amma Allah mənə verən tutum eşqi, mənim İmam Hüseynimə, mənim imamıma eşqim bu qədərdir, bu qədər müraciət elə bildim. Amma imam məni qəbul eləsin ki, mən imamla danışa bilim. Mən nə ləyaqət sahibiyəm, mən nə gücə malikəm ki, amma bir şeyi sizə açıq ehtiraf eləyəcəm ki, həqiqətən yenə deyirəm, bunu mən 98-ci ildə bu sosial şəbəkənin olmayan dövründə Ramazan ayının son günündə biz sabah bayramın necə olmağından, necə örgənək gərək edərdik məscidlərə, oradan örgənərdik. Allah ölənlərimizə rəhmət eləsin. Mənim atam dedi ki, orucu tutun, mən gedirəm Təzə Pir məscidindən örgənim görüm, bayramdır, fitri bayramdır, ya bayram deyil. Mən yedik, anam da, mən də, atam da orucumuzu tutduq, yatdıq, namazımızı qıldıq. Atam getdi Təzə Pir məscidinə. Allahım şahiddir ki, yenə deyirəm, mən bunu nəyəsə görə danışmıram. Öz gördüyüm yuxumu danışıram, aləm-i rüyada. Gördüm ki, ərəbcə bir şey yazıldı qiblə tərəfdən, göydə. Mən də Quran oxumağı başarmıram. Dedi ki, oxu. Dedim, nə oxuyum? Dedi, oxu. Dedim, axı, mən ərəbcə bilmirəm. Dedi, sənin peyğəmbərindir, mənəm. Muhammed əl-Mustafa, Allahümmə salli əla Muhammed və ali Muhammed. Orucun qəbul olsun. Səhər bayram, fitri bayramıdır. Dedi, çəkildi. Bir də gördüm, ərəbcə yenə qiblədən nəsə yazıldı. Oxu. Dedim, mən oxuyanmıram. Dedi, mən sənin imamın Əliyəm. Orucun qəbul olsun. Məni təbrik elədi. Yenə deyirəm, elə bir yerdə oturmuşam ki, Allah şahiddir ki, bunu mən öz yuxumu 5 nəfər Ali Pəncə, İmam Həsən də o qayda, Əstəğfurullah, Əmir əl-Möminindən sonra xanım Fatimə Zəhra dedi, oxu. Anam Fatiməni də, səni də təbrik edirəm, orucunuz qəbul olsun, səhər fitri bayramıdır. Və İmam Həsən, yenə eynən öz adı ərəbcə yazıldı, dedi, oxu. Mən sənin imamın İmam Həsənəm. Təbrik edirəm, orucun qəbul olsun. Eynən İmam Hüseyn. İmam Hüseyn yazılanda qəlbim yenə. Çünki axı bunu məzcuncasına şəhid eləyibdilər də. Yenə gözüm doldu. And ol Allaha, mən həmişə, atam da bir ömür Hüseyn dedi, gözün suyu nələdi. Çünki bu bizim qanımıza hopan, Hüseyn mənim damarımda axan qandır. Hüseyn necə sar Allah da Allah qanıdır. Yəni biz Allahı nə Allah la şərişdir, bir məkandır. Nə mürəkkəbdir, nə dənizdir. Harada çağırsan Allah oradadır. Biraz tam sözləri ilə deyəmədim. Yəni biz Allahı necə təsvir eləyə bilərik? İmam Hüseyn deyir ki, mən Allahın qanıyam, bizdə qanımızda axan İmam Hüseyn qanıdır. Mənim gücüm çatan bu qədərdir. Allah mənə bu qədər tutum verib, bu qədər ağıl verib. Mən nə müəllim ola bilərəm, nə üləma ola bilərəm, nə alim ola bilərəm, nə ruhani. Mən bisavad, gücüm yetən qədər Rəbbimi, Peyğəmbərimi, kitabımı, Qur'anımı, imamımı tanıyan bir bəndəyəm. Allah məni əbdə, bəndəliyə qəbul eləsin. Bu günahkar zəlil qulunda bağışlasın. Allah bizi qiyamətə qədər, Allah bizi ölən bir günə qədər, ruhumuza alan bir günə qədər La ilahə illallah, Muhammədən Rəsulullah, Əmir əl-Möminin Əliyyən Vəliyullah kəlməsini dilimizdən əksik eləməsin. Allah bu dünyada Əhl-i Beytin ziyarətin, axirətdə daima şəfaətin Allah bizə nəsib eləsin.